Doktor, mən hiss edirəm ki, uşaq az tərpənir. Bu təhlükəlidirmi? Bəli, əgər uşağın tərpənməsini əvvəlkinə nisbətən az olduğunu hiss edirsinizsə, bu bəzən təhlükəli ola bilər və mütləq araşdırmaq lazımdır. Normalda uşaq gün ərzində neçə dəfə tərpənməlidir? Uşağın aktiv və passiv dövrləri olur. Yəni uşaq bəzən yata bilir. Aktiv dövrlərdə 2 saat ərzində 10 və ondan daha çox dəfə tərpənməlidir. Bundan az tərpənirsə artıq diqqət tələb edir. Bəzən gün ərzində çox oynayır, bəzən az. Bu normal sayılırmı? Bəli, dediyim kimi uşaq bəzi saatlarda ana bərkində də yata bilir və ona görə də həmin müddətdə passiv olur. Lakin digər vaxtlarda isə aktivləşir. Hərəkətlər az olanda evdə nə edə bilərəm? Əgər hərəkətlərin az olduğunu hiss edirsinizsə gün ərzində, yaxşı olar ki, şirin bir qida və yaxud da iski istifadə edəsiniz və bundan sonra isə sol böyrü üstə uzanasınız. Və 2 saat ərzində yenə də uşağın tərpənmələrinin sayını sayırsınız. Əgər 10 dəfədən azdırsa həkimə müraciət edə bilərsiniz. Bu vəziyyəti hansı testlərlə yoxlayırsınız? Hamilə qadın bizə müraciət edəndə ilk növbədə NST adlandırdığımız, yəni non-stress test, GTG və yaxud da Doppler üsulundan istifadə edərək uşağın vəziyyətini, qan dövranını və s. müəyyənləşdirə bilirik. Əgər dölün hərəkəti uzun müddət azalıbsa, bu nə ilə nəticələnə bilər? Dölün artıq uzun müddət ki, tərpənməsi azalıbsa, bu ciddi bir haldır. Bu dölə oksigenin az getməsi, yəni hipoksiyanın yaranması, plasental çatışmazlıq və yaxud da dölün şafdan qalması və s. kimi halların nəticəsində ola bilər.